Ət bahalaşıbdır, yağ bahalaşıbdır. Gediş haqqından tutmuş, ərzaq qiymətlərinə qədər hamısı artıb. Ay 3 köpük, 5 köpük, 10 köpük, 20 köpük qalxır. Hər bir şeydə artım var. Hadilə çörəyin qiyməti günü-gündən qalxır. Son vaxtlar Azərbaycanda istehlakçıların gündəlik qida rasionuna daxil olan bir çox ərzaq mallarının qiymətləri xeyli qalxıb. Əhali gündəlik alış-veriş zamanı bu bahalaşmanı hiss etdiyini deyir. Qiymətlər artdıqca təbii olaraq insanların xərcləri də çoxalır. Biz də bu məqsədlə sorğu keçirmək qərarına gəldik. Görək vətəndaşlarımız hansı ərzaq məhsullarının qiymətində artım müşahidə edirlər və bu artım büdcələrinə necə təsir edir? Hadilə çörəyin qiyməti günü-gündən qalxır. Un məmulatlarının qalxır. Yumurta qalxır. Həm çox şey qalxır da. Ət məhsulları günü-gündən qalxır. Elə adamlar var ki, neçə ayda evinə ət də ala bilmir. Belə əksəriyyət məhsullarda bahalaşma var. Çox mən fikir verirəm. Məsələn, yağlar ümumiyyətlə daha çox bahalaşır. Kərə yağları demək olar ki. Ümumiyyətlə, çox məhsullar bahalaşır. İşləyənlər də çox az əmək haqqı alırlar. Yəni, bu bahalaşma demək olar ki, əmək haqqı ilə tərs mütənasibdir. Tək yaşayıram, nə bacarıram, nəyə gücüm yetirir onu da alım. 300-400 pensiya deyil də. Bu bahalaşmanın qabağında bu pul deyil. Yemək elə şeydir ki, onu almaya bilməzsən. Ət də bahalaşıbdır da, hamısı bahalaşır. Ət məhsullarında bahalaşma var, meyvə tərəvəzdir, belə. Məncə insanların maaşına uyğun deyil də bahalaşma. Aldığım malların qiymətlərinə heç fikir vermirəm. Elə oxşarlam, yığıram ora. Amma görürəm ki, ümumi təfavüt görürəm ki, fərq eləyir də qiymətlərdə. Məsələn, əvvəl o aldığım şeylərdə tutaq ki, geri produkt alırdım. Qiymət nə eləyirsə, üstündə 100-150 manat artığını verir. Ən çox evdə yeyilir, məsəl üçün ət məhsuludur. Ət məhsulları çox bahadır. Çox dərəcədə gündən-günə hər şeyə, aptekə girirsən, bugün 1 manata olan şey sabah girsən 3 manatadır. Ona görə hər şeydə, günbəgün. Bunu ildə bir dəfə eləsinlər, biz razılaşarıq, amma günbəgün lazım deyil axı. Ət bahalaşıbdır, yağ bahalaşıbdır, şəkər tozu bahalaşıbdır. Büdcəyə çox təsir eləyir. Həddindən artıq təsir edir. 220 manat pensiya alıram, 220 manatla gəlir. Əti alcınan, qəndi alcınan, bu yağı alcınan. Yağın kiloyu 30-40 manatdan aşağı deyil. Gediş haqqından tutmuş, ərzaq qiymətlərinə qədər hamısı artıb. Deyim ki, çox yüksək dərəcədə deyil, amma məsələn, şit yağdır, məsələn, ətdir, sonra da gündəlik tələbat mallarıdır, hamısı artıbdır. Cüzü də olsa artıbdır. Ərəsində 10 qəpik, 20 qəpik, 1 manat, 2 manat hiss eləyirik də onlar. Hanım 100 manatla qabaq girirdim mağazinə, 2 dənə sumka ilə çıxırdım. İndi gir 100 manatla mağazinə, valla bir sumkanın yarısını götürə bilmirsin. Və 5 dənə, 6 dənə uşağı olan analar neynəsin, atalar neynəsin? Az da qalsa hiss eləmirsən, amma az qalxır da. Əsas yağların çox qiymətləri qalxır, kərə yağlarını. Heç birində müşahidə eləməmişim. Normal. Hər ay 3 köpük, 5 köpük, 10 köpük, 20 köpük qalxır. Hər bir şeydə artım var. Ətdə məsələn dedilər bu xəstəlik var, bu dabaq xəstəliyi deyirlər. Yəni onu ilə əlaqəli qaldırıblar əti. Yağdır məsələn 22 manat alınan yağ görürsən gələn ay gedirsən almağa görürsən 23 manat 70 qəpik. Çox fərq eləyir. Hər şey bahalaşıb. Valla süd məhsulları, belə yağ. İndi əvvəl çox alırdım, indi biraz azalıram. İlahə Qəmbərli, Çingiz Abdullayev, Missiya TV.